Gördün ki vəziyyəti, biz özümüzü partlatdıq. Sən indi avtomatla vurduğu vurarsan, vurmadığı da özü qranata partladarsan. Dayanın kimsiz? Biz bunlara cavab verəmədik. Dilimiz ağzımız tutuldu, cavab verəmədik. Yəni bunlar Azərbaycanlıdır. Üstəlik belə həyəcanla. Bunlar çox bizi açdaşırlar. Bir dayanın, görə kimi biraz özümüzü topladıq ucundan qulağından belə şeyləncə. Bunlar gəlirlər bizi qucaqlatırlar. Bunlar ağlayır. Anam söhbət eləyir. Yatdım yuxuda gördüm ki, siz filan dağın qayanın altında uzanıbsınız. Nə 3 nəfər, nə 4 nəfər, beləncə. Nə olub, nə başımıza gəlib. Bir dənə bu danışdım. İnanırsan, hamısı üst-üstə düşdü. İnanırsan, hələ bir bizdən bir yerdə olub o insan. O cür danışırdı. Nəysə, qalxdıq biz dağın başına. Adama da bir mağazin cəmi patronumuz qalıb. Çıxdıq dağın başına. Deməmişkən biz o gələndə belə gəlmişik. Çay haradan gəldiyi istiqaməti biz bilmirik. Deməmişkən bu çay, biz o dağın başına çıxdığımız dağın başına ətrafından belə fırlanıb, gəlib dönüb belə gedirmiş. Biz çıxdıq dağı, gördük uçurumdur. Uçurumda aşağı düşmək üçün pramı suyun içinə düşməlisən. Düşərsən, qırağına biraz yol, məsafə gelsən, pramı suyun içinə düşməlisən. Su da hardasa dizdən yuxarıdır, sürətlə axır. Başladıq orada şey eləmə, ağaca aşıb bir dənə. Gələn də bilmirik hara gedir, harası 7-ci gün gecədir. 8-ə hava qaralına yaxındır. Ağac aşıb, dedi ya, gəlin burada özümüzə mövqe seçəyən. Yəni, bunlar bir yandan da fikirləşir, bunlar Qrajdanski düşmüşük bura, bunlar hərbiyə yada da xəbər verəcəklər. Sonra yəni, orada da xəbər verirlər, gələcəklər bunlar. Yəni, buradan ya bir dəfə mövqe qurub, nə öldürdün, axırda da özü partlatmalısan, bundan başqa çıxış yolu yoxdur. O yüzden, ha gözlə, o mövqe seçdi özümüzə, ha gözlə, bunlardan bir səs soraq çıxmadı. Bunlardan səs soraq çıxmadı. Başladıq o uçurumu düşməyə. Qabağa gələnmədik. Oradan məcbur oldu. Çətin neydi olsa başladı düşməyə. Bu yaralılar yatdılar, Müslümgil yaralına həm kömək edir, Mehmangili ya da hərbigili aparırlar. Mən axırda şey elədim ki, axırda düşdüm. Dağın yarısına düşmüşdüm, hava qaralmaq istəyir. Onlar düşüblər, suyun içində düşüblər, gedirlər, mən buradan görürəm. Mən təzə başlamışam düşməyə, bir 20 metr olar belə düşmüşəm. Gördük başımızın üstündən 2 dənə avtomatla 2 mağazin patron buraxıldı. Hərəsi bir mağazin patron buraxdı. Amma bizə istiqaməti atmadılar. Hansı istiqaməti atdılar? Biz elə başa düşdük ki, bunlar atdılar, axtardılar, tapanlar, qaydılar deyə bizə qorxu vermək üçün ki, yəni bırdıyıq, atıb qayıtdılar. O şimdi əsas düşdük çayın, suyun içindən hava qaralıb, qar da var. Biz gəlib orada çatdığımız yerdə qar da var. Meşəlik yatdıq, hər şey suyun içindən keçmişik, suyun içində. Bir yandan acdıq, bir yandan nə bilim, çox dəhşət həyəcanlı. Düşdüyümüz yerdə də meşə başlayana, meşənin içinə girənə qədər orada qaratikanları suyun dibindən əlimizdən də aralaya, əllərimiz yadımızda cırılıbdır beləncə, çirkiliyir. Yəni elə vəziyyətdədir. O üçün keçdik, girdik hava qaralıb meşənin içinə, başladıq odun yığmağa. Odunların hamısı yaşdı. Bizdə də spiskaya yoxdur, prosto çasda komandir örgədir. Boynumuzda hərəmizin bir dənə transfer patronumuz var. O boz pulyanı çıxardırsan ucun, qoyursan belə boz pistolun barıtını tökürsən ora, özün qoyursan avtomata, ucun tutanda avtomatın ora, istəsən o barıt alışır, yanır. Beləncə. Eləncə biraz da patronların barıtından yığdıq elədik. Nə qədər elədik, pilədik, yadda bütün o ocağı yandırmaq da bizi çox yordu. Həddindən artıq o barıtın tüstüsü adam gözünü çıxartmağı yadı beləncə. Yandıra da bilmədik. Nəysə, eləncik. Suyun içində gələndə qaldıq.
Səhər açıldı, yolumuza davam. Bir gün, 2 gün hoşum getdik. 9-cu gündür. Tamam taqətdən düşmüşük. Soyuq bir yandan, aclıq bir yandan, dağ görməyən adam dağlarda ancaq hərəkət eləmək. Bir yandan da yaralılar da çox demək olar ki, Həbib tamam bir yandan yeriyə də bilmir. Bir yandan da qan itirib, bir yandan da soyuq, aclıq yat. Hoşum oturduq orada. Oturduq bir yerdə. Hoşum Həbib bizə dirəndi ki, məni atın burada gedin. Dedi, ya, belə eləmək ilə, gənə biz, səni atıb qoy, biz hara gedirik ki? Biz bilirik hara gedirik, gənə biz bilmirik hara gedirik. Hara gedəcəksə bir yerdə gedəcək. Öləcəksə də bir yerdə gedəcək, gedəcəksə də beləncə. Bu çox şeylərdir, bizdə orada gecikmək olmaz. Məsələn, geçmək, dediyim kimi, bəlkə də hərbiyə vayinlə xəbər veriblər, bəlkə də axtarırlar bizi beləncə. Bunu hoşum yoldan döndürənmədik. Axır o momentə gəldi, avtomat tutdu üstümüzə. Sizə deyirəm, gedin. Siz də mənim adıma getməyin. Çox uzun dərə 1 saat, 2 saat bundan olduq. Gördüm, bu fikirlə dönmür. Həqiqətən də vəziyyət çox ağırdır. Daşımalı halımız da yoxdur bizim. Məcburiyyətdən daşıyırıq. Bu da görür ki, biz çox əziyyət çəkirik. Bizə əziyyət də vermək istəmir. Bu üstdən beləncə. Avtomat tutdu üstümüzə ki, o üçün beləncə gedin. Mən sizlə hərəkət eləsəm, sizlə bir yerdə məni də tutarlar da. Mənlə bir yerdə daha doğrusu sizlə tutarlar. Bunlar məndən ayrılmaq istəmədi. Avtomatı çəkdim bunların üstünə ki, yəni siz gedin, məndən uzaqlaşın. Gedin kömək gətirin. Kömək, indi bir yol tapın, kömək gətirin. Məcbur elədim ki, bunlar məndən ayrılsınlar. Belə ayrıldıq, bir parol qoyduq aramızda. Müəyyən səs bizim siviyazımızdır. Dedi, onda belə eləyək. Bir dənə dərə var idi. Gətdi bunu qoyduq dərənin içinə beləncək. Bir mağazin patron, bir yana qranatı verdik buna. Dedi, biz gedirik, gənə bilmirik hara gedirik. Gedib əgər bir yerə çıxıb elə söz, oradan kömək götürüb, gəlib səni seylədir. Sən buradan heç yerə dəbərmə ginən. Beləncə. Nəsə, o hissləri biraz demək, ondan nətərə ayrılmağa, ya adam biraz hissləri çatdırmaq belə dillə çətinlikdir. Vidalaşdınız ən azı bir-birinizlə? Halallaşdıq? Halallaşdıq, belə qucaqda, belə ayrılmamışıq. Onu demək istəyirəm ki, yəni ki, nətər ayrıldıq, onu Allah bilir. Belə ağılmaq, ya qucaqlaşmaq, ya belə. Ayrıldıq bundan. Nəysə, ayrıldıq. Hesabda yiyə bilmirik. Həbibdən 2 gündə ayrılmışıq. Gəldik, tamam bir gücdən düşmüşük. Oturmuşuq. Gördük, yerdə belə 3 buzaq şeylər var. Şabalı oxşar. Başladıq, bundan bilmirik nədir. İstəyirik ki, nəsə yiyək ki, bir enerjimiz olsun beləncə. Başladıq elə bundan yeməyə, bundan yeməyə. Bu yedikcə bizə bir gümrahlıq gətirdi. Sonradan mən gəldim, gördüm ki, bizim bazarlarda satılır. Deyirəm ki, fıstıq imiş. Beləncə. Bundan yedikcə biraz qüvvətdən deyilədik beləncə. Başladıq yolumuza davam. Gedirik, qarda, yatda olmuşuq, meşədə olmuşuq. Get-gedə açıqlığa çıxmışıq. Düz dağlıqdır, yəni da ağaciyat yoxdur beləncə. Bir yandan da özümüzdə keçiririk ki, yəni ki, bizi hansısa məsafədən görə bilərlər. Beləncə şeyləri də nəzarət edirik beləncə, amma yenə də gedirik. İndi görürük ki, bir dənə dağ var, onu çıxaq ki, bəlkə bir hardansa nəsə görsənə. Məsələn, o dağa çıxmaq üçün bir günümüz vaxtımız gedir. O dağı çıxırıq, görürük, heç yer görsənmir. Görürük, onun qabağında da bir dənə yekə dağ var. Biz düşüb onu da çıxmalıyıq. Herənçi, axırı gəldik, 16-cı gündür. 16-cı gündür. Gördük, gəldik, çıxdıq dağın başına, gördük, solda da evlər görsənir. Sağda da evlər görsənir. Soldakı evlərin şifrləri, üstləri biraz babatdır, dağılır. Amma sağdakı evlər biraz uçub, tökülüb, dağılıb beləncə. Dedim, mən bu dağılan evlər, yatlar 100% bizimkilər də, bizim evlərdir. Ona görə ki, bizim torpaqlar işğal olunub. Dağıdılan ancaq bizim evlər ola bilər. Biz onları eləmək ki, bizim arxamızda qalar. O üçün nəsə,
Başladıq dağı düşünmə. Dağı da düşə bilmirik. Dağda ot dizdən də yuxarıda. Ot quruyub, ip kimi olub. Taqətdə yoxdur ki, üz aşağı getməyə, ayağımızı qaldırıb bir rahat addım ataq. İlişir ayağımıza, yıxılıb eləyirik beləcə. Başladıq, oturub sürünə-sürünə, oturaq vəziyyətdə belə düşdük. Hava qalınına yaxın gördük, biraz da kəndə ehtiyatla giririk. Yəni, tanımadığımız yerdir beləcə. Belə qırağına, yatına, oraya binəyik, girdik kəndə. Yaşayışat heç səs yoxdur, heç bir yerində səs gəlmir. Girdik yaşayış yerinə, orsun başladıq bir dənə o uçuq evlərin içini axtarmağa. Axtardıqda gördük məsələn çox belə tələsik çıxıblar. Oradan bizim oradan cəmaət çox tələsik çıxıb çox şeyin götürə bilmir. Məsələn şəkilləri yadda tökülüb qalıb, kitabları yadda. Bir dənə orada baxdıq Azərbaycan kitabları yadları, bir dənə də orada şey var. Mail əsgəridə olub, bacısı Səkinə Mail Rusiyyatının vaxtında məktub yazıb. Yəni belə şeyləri yadlar oxu, Səkinənlə Mailə məktub yazıb, belə şeylər yadlar çıxır qabağımıza beləncə. Onun da gördük heç bir erməniyyat, heç bir şey yoxdur, rahat, qorxusuz bir yerdir. Çıxdıq çölə. Çöldə də soğan yad əkilib elib, indi yığılmayıb neçələrindən o tızğarıb qalıb beləncik. Tızğarıb hissi olunur, kartof əkiliblərindən arıb tızğarıları görsənir beləncik. Mən yorğunam, bir dənə ağac var orada, onda bir dənə qara belə güyən var. Onu dərmək istəyirəm, dərə bilmirəm. Beləncə. Oşum, Müslümlə mehman avtomatları qoydu mənim yanıma. Getdilər ki, görə bir dənə rahat ev axtaraq, bir gecəni orada qalaq. Bunlar avtomatı qoydular, getdilər. Mən də başladım bu güyəmin dərmək, o şimdi dərə bilmədim. Nəysə, gəldilər, dedilər, bir ev tapmışıq. Görəcəksən. O, Allah-Taala hələ bil, bizim üçün hər şeyi hazır, o zülümdən sonra biz üçün hər şeyi hazırlaya gedir ki, bunlar oradan oyuna koruq çəkməsinlər. Bax, elə bir şey. Orada evlər çoxdur, 2 mərtəbə də var, 1 mərtəbə yaxşı evlər də var. Amma bunlar tapdığı ev çiy kərpicdəndir. Çiy kərpicdən yeri də əlinə sıvanmış belə torpaqdır. Orada da evlərin çoxunda kilit vurulub, bəzi ərəb dilində şeylər yazılıb, belə duamı kimi deyim, nə kimi deyim, qoyulub ora. Bir də 92-də biraz pul dəyişikliyi yadı var ya da, o pullardan da qoyublar ora, keçirdilər beləcə, nəzir kimi deyim, nətər kimi deyim, beləcə. O gün girdik, gördük bir dənə əli yeri kimidir. Divarda da xəncəlləri aslanıb beləcə. Hər cür razmerdə. Üstündə də kağıza salınıb, üstündə də ərəb dilində yazılıb beləcə. Girdik 3 dənə qrafatdır. Təbii üstündə heç zat yoxdur, setka qrafat dili, dəmir özüdür. Qrafatın altında bir dənə beləcə kasturka, ərinmiş yağdır. Pes də qurulmuş bəzi, orada qaz yox deyil, elə pesdən istifadə edilir beləcə. Odunlar da elə ehtiyatdan görüblər, qalıb orada istifadə edilmir, gediblər. İndi bu pesi yandırmaq lazımdır. Biraz kağızdan yaddan yığdıq. Mehmanın boynundakı traseri çıxartdıq, başladıq bunu yandırmağa. Kağızdan yapdıq, pesi yandırdıq. Pesi yandırdıq. O şimdi nəsə, o hətta kartoşkadan çıxartdığı görə nəsə şey pişirə yeyə belə. Onlardan çıxartıb pişirdiyiləri yeyə bilmədik. Mədəmiz tamam çox pis vəziyyətdə idi mədəmiz. Yəni ki, adamın ağzından belə üzr istəyirəm, belə lax yumurtdan iyi gəlirdi. Yəni o mədə görə tamam yapışıb beləncə. Əsad yemək o. Bir qaşıq bundan qoyduq ağzına gördük yutamırıq. Ha istəyirsən utasan, tuta bilmirsən. Nəsə yemədik, qaldı eləncək. Biraz qızışdıq, isti dəydikcə də biraz yuxu adamı xumarlandırır. Oradan mehmanın isti dəydikcə başladı yarasından qan asılmağa. Qan asılmağa, nəsə bunu açdıq, biraz orasının burasını əl gəzdirdik yarasına. Gecəni qaldıq orada. Peçə də qoymuq sönməyə. Səhərsi görə biz yolu davam eləməliyik. Yenə də harasa çıxıb getməliyik. Saat 11 olar, səhər-səhər durmuşuq. Gördük bizdə qaldığımız ev düz qabağından çay gedir belə. Çay nətər çay? Belə içindən maşın keçir də. Yəni azca çay, belə yəni əqqabı ilə keçəcək bir çaydır. Qabağında çaydır. Həmin evlərdə bizdən bu tərəfədir. Bir 50-60 dənə evdir. Ən önündə bizim o dediyim əli yer. O arvad da biz sonradan gəldik, bildik ki, biz düşdüyümüz o yəni hansı ki qaldıq saat o evdə. O evdə Seyid bir qadını olub, Səkinə adında. Sonra biz gəlib Kəlbəzərə çıxandan sonra orada bizə danışdılar ki, o Seyid Səkinə var. Onun ocağıdır ora. Bizi Allah-Taala həbi yönəltdi ora. Beləncə nəsə o saat bir 11 olar. Gördük bizlə üzbəyə yaylağa 2 dənə atçı gəldi. Bizdən 200 metr oyuna durdu orada.
bizim istiqamətə baxır. Biz də dırdan yatdan baxırıq ki, görək nə hərəkət edirlər, nə qayırlar beləncə. Bunlar bir 20 dəqiqə kimi durdular, bizim yerin istiqamətinə baxdılar. Bunlar getdilər. Bunlar gedəndən sonra yenə də bunlar bir şey götürür, kim idi bunlar, nə idi bu, nə qaraq, nə plan cızmaq lazımdır. Bunun axırı hara gedirlər, bu qədər zülüm olar, hara gedirsən. Yəni bilmirsən kimdir. Səhərsi də bir gecəni də orada qalmalı olduq biz. Bir gecəni də qalmalı. Arada da Həbib yadımıza düşür. Biz Həbib gəlib harasa çıxandan sonra kömək yaparmıq. Orada da vaxt itirdik. Vaxt itir. Həbib biz orada məsələn 9 gün oradan çıxanda qoymuşuq. Bu da 16-cı gündür. Məsələn harasa 7 gün Həbibdən çox biz uzaqlaşmışıq. Bəlkə də indi Həbib ölüb. Yəni belə başa düşdüm. Yəni bir yana qan itirməyi yadı, bir yana yorğunçuluq yadı. O şey səhərsi gecəni qaldıq orada. Bu gecəni Simenlə qaldıq. Otaqda birimiz yatır, oyaq qalır, obrusu yatır, obrusu durur beləncə. Səhəri açdıq. Həm də ocunu təpt edirik. Açdıq. Heç yerə çıxamır. Bir planla cızmaq istəyir, çıxa bilmirik. Yəni bunlar bizi görüblər. Nə başımıza gələcəksə burada gələcək bizim. Biz heç yerə gedənmərik. Hava qaralığına yaxın idi. Həmin o 2 dənə atçı, özündən də başqa 3 nəfər. Bu ki 5 nəfərlər. İkisi atdadır, 3-ü də bunların yanındadır. Tüfənglə yatlar da var. Bunlar gəldilər, biz də dırdan güdürük. Gəldilər, getdilər, o demirəm, yol gəlir beləncə, bizdən bir 200 metr oynayır, gedir, sonra keçir o üzrə. Amma çay belə gedir. Bunlar gəldilər, o yolun suyun içindən keçilən yerdə dayandılar. Yolun o üzründə dayandılar. Dayandılar, bunların bir nəfəri çıxdı, gəldi bizim evə sarı. Yəni yoldan baxıb bizim o evə yaxın gəlir. Silahsız yatsızdır. Amma onlar da durub kənardan buna nəzarət edirlər. Gəldi, biz qaldığımız evinin arxasına, keçdi o tərəfə, bu tərəfə. Sonra başladı bu yolla davam eləməyə o yoldaşlarının yanına. Biz orada plan cızdıq ki, qranatları hazır vəziyyətdə cibimizdə, açıq vəziyyətdə, zapalı çəkilmə vəziyyətdə, prosta əlimizdə sıxılı vəziyyətdə qoyuruq cibimizə, avtomatsız yat. Çünki biz avtomatla çıxsaq, bunlar yəni ki, qorxacaqlar, nəsə vura bilərlər, ellərlər bizə. Beləncə, orada çıxart qranatı, nəmlə ağrı yox, hazır vəziyyətdə. Bir dənə çıxart partlaydı, cibində partladı. Nəsə şey eləmədik. Bir nəfər başladı onlara sarı getməyə. Biz də mehmana dedik ki, mehman yaralı oğlana, Müslümlə biz ikimiz avtomatları qoyduq bunun yanına. Mehman dedik ki, sən qapının dırından bax ki, biz getdik, çatdıq ora. Gördün ki, vəziyyəti, biz özümüzü partlatdıq. Sən də avtomatla vurduğu vurarsan, vurmadığı da özü qranatla partladarsan. Beləncə danışdıq, çıxdıq. Bu çıxdıq qapıdan gedəndə gedən o bir nəfər də onlara çatmağa hardasa bir 30 metr yat qalır. Bu döndü dala baxan kimi bizi gördü, qaçdı, keçdi, olan yanında durdu. Olan yanında durdu, biz də gəldik. Gəldik bunlara bir 15 metr qalmış. Bunlar bizə Azərbaycanın da qayıtdılar, dedilər ki, dayanın kimsiniz? Dayanın kimsiniz? Biz bunlara cavab verəmədik. Dilimiz ağzımız tutuldu, cavab verəmədik. Yəni bunlar Azərbaycanlıdır. Üstədən belə həyəcanla. Bunlar çox bizi sakitləşdirir. Bir dayanın, görə kimi, biraz özümüzü topladıq uzundan qulağından belə şeyləncə. Bunlar gəlirlər, bizi qucaqladılar. Bunlar ağlayır. Bizi qucaqlayırlar, sarılır, ağlayırlar bunlar. Nəysə, bizi götürdülər, mehmana atdılar atın belinə, yaralı oğlanı. Biz də piyada getdik bunlara. Bunlar Azərbaycan hərbiçiləri yoxsa? Yox, Azərbaycan bizimkilərdir. O 2 dənə atçı da niyə gəlib orada dayanıb? O 2 dənə atçı orada gəlib dayanıb ki, bunların demişkən 2 dənə inəkləri itib, inəklərini axtarırmışlar. Orada da yaşayış yoxdur deyəm, bizim qaldığımız evin tütkəsindən tüstü çıxır. Bunların maraqlı gəlib ki, bu kim? Bəlkə bizim heyvanlar kəsib orada yeyirlər, nə qarlar? Kimdir, bilmir, ya ermənilərdir. Bunlar tam yaxınlaşa bilmir. Və onlar da gözləyirmişlər, sonradan danışdılar ki, onlar bizi gözləyirmişlər ki, biz pəncərənin ağzına keçək, pəncərənin ağzına bizi vırsınlar. Məsələn, özümüzçülər vurmaq tanımırlar kimi, beləncə. Onlar danışandan sonra bildik belə. O şimdi nəsə bizi apardılar. Biraz söhbətə, çox sualiyat da verirlər, danışa bilmirik. Getdik evə bunlara.
O üçün bütün kənddə nə qədər adam vardı, hamısı yığışdı başımıza. Hər bir sual verir. Oğlan bizi ora aparan oğlan görür ki, çox əziyyət çəkirik. Cəmaatı çıxartdı evdən. Çıxartdı ki, yəni qoy rahatlaşsınlar uşaqlar beləncə. Nəysə. Hansı ərazi idi bu? Biz gəldik Kəlbəcərin Keçilqaya kəndinə çıxdıq. Sonra onlardan öyrəndik, bura hara? Deyirlər Kəlbəcərin Keçilqaya kəndi. Gəldi biz çıxdıq ora. Biz onlara deyəndə ki, siz hansı istiqamətdən gəldi? Onlar bizə dedi. Biz dedik ki, belə. Dedi, ora Vəngdir. Oradan siz nətər salıma çıxıbsınız, o yəni Allah özü bilir. Beləncək. Dedi, arada az çox onlar bu üzə məsələn mal oğurluğuna yadına keçib eləyirlər. Başa düşürsən, beləncək. Nəsə getdi bunlara, oxşum şey elədilər ki, biraz çörək yat qoydular elədilər, çörək də yeyənmədik. Çörək də yeyənmədik. Oxşum mehman yarasını yenə açdılar, spirtdədilər, elədilər, maykasını yadını dəyişdilər. Biz şey elədik ki, bunlarla söhbət elədik ki, biz belə-belə də falan yerdə biz sallatımız qalıb. Yaralı vəziyyətdə qalıb orada. Biz hökmən sabah getməliyik ora. Biz gəlmişik köməyə. Bilmirdik ki, hara gedirik, amma gəldi siz çıxdıq qabağımız, biz ora getməliyik. Bunlar elə sabah gedərik. Bunlar deyəndən sonra, bunlar kəsə yolların, yatlarını bilirlər ki, biz indi hansı dolayı yolla gəlmişik. Bunlar istiqaməti şey eləyəndən sonra təxmini bildilər ki, falan yerdir. Biz getdik. Səhər-səhər çıxdıq. Hava qaralığına yaxın idi. Belə qaralmağa bir saat yat qalardı. Biz getdik, çatdıq ora. Hərbi olan yeri tapdıq. Axtardıq, hərbi tapa bilmədik. Hərbi tapa bilmədik. Çox axtardıq. Hayladıq da nəsə. Tapa bilmədik, qayıtdıq. Avtomat sağ böyrümdə, papaqda sol böyrümdə də bu şlatizadı gəzdirə bilmədiyimə görə atmışdım. Elə sakit oturmuşdum ki, bir 2 dəqiqə, 3 dəqiqəyə özümü öldürdüm. Yeriyə bilmədiyimə görə, hərəkət eləyə bilmədiyimə görə özümü öldürüm. Elə yamaydı, dərənin içində elə oturmuşdum. Birdən ermənilər bir yandan çıxdı. Üstümə ateşzad açmaq istədilər hazır vəziyyətdə. Mən də qranatım cibimdədir. Leykoplastırla bağlanıb, fürsət eləyib götürə bilmədim ki, o ateş açım, yəni ineyim. Bunlar gəldilər, məni tutdular. Mən bəzi məqamları orada həyəcanla yanıtlarında unutdum. Hətta o qədər biz əzab çəkdik, gəldik bir günü, elə gəlib o öz millətimizin yanına çıxmamış. 3 nəfərə qucaqlaşdıq beləncə ki, gəlin özümüzü partladalım, bilmirik gəlin də hara gedirik. Məsələn, dəhən canımızı qutarağın. Belə qucaqlaşdıq, qıran çıxartdıq. Birdən ev yada düşdü. Ki, evdəki nə haracaqlar biz beləncə. Bağışlayın. Mən gəldim, evə çıxdım. Gəldim, bunların hamısı mənə. Anam danışdı. Mənim başıma nələr gəlib. Hansı qayan dibində nələr yazmışıq. Hamısını anam mənə danışdı. Biz bizdən bir yerdə idi. Yata bilmirmiş. Yatdığı 10 dəqiqənin, 5 dəqiqəndə bizi ancaq görmüş. İnanır, yuxuda. Mən harada nətər uzanmışıq qayaların dibində, hamısını anam mənə danışdı. Allah hamd olsun. Belə. Və artıq tapa bilmədik, qayıtdıq. Gəldik. Biz o düşdüyümüz evə mehman dedi, tapa bilmədiniz, dedim yox. Nəysə bizi bir gün saxladılar orada. Qonaq kimi saxladılar. Səhərsi bizi yolaq göstərdilər ki, gedərsiniz siz qabaqda filan kənd gələcək, filan kənd. Orada da ürəyiz yemək ya nəsə istəsə, hansı evə dönsüz şey eləyər. Nəsə, səhərsi bunlarla ayrıldıq, elədik, getdik. Gedirik, yaylaqdır, biri yaylaqda qoyun otaran kim, hər öz aləmində də. Yəni ki, düşdüyümüz mühitindən bura tamam başqa bir şeydir.
Getdik, bir qabağa getmişdik. Onlar da elədi, evləri burdadsa, bostanları bir kənardadır. Bir qoca kişi ilə qoca arvad kartoşka çıxardır. Yerdən yığıblar bir iki mişox, yenə də çıxardırlar. İndi təsəvvür edin, biz arıq adam, saqqalla basıb, püskünlə, az susuzluq vəbşə arıqladıb adamı. Mehmanın kiteli buradan düz balağına kimi qandı. Yarasından süzülüb günlərlə. Bunlar gördü, arvad dedi bala dayanın. Bunlar dedi yorulmayasınız beləncə. Arvad başını qaldırdı baxdı. Dedi bala bir dayanın. Kimsiz, nəsə beləncə. Dedi ucundan qulağına belə dedi ki, ermənilər səpişmişdi, oradan çıxıb gəldi beləncə. Arvad başladı ki, dedi hökmən bugün mənim qonağımsınız. Dedi yox da, lazımdır da, biz gedəcək yerlərimiz var beləncə, çatmalıyıq biz. Dedi yox, sizi buraxmayacağım beləncə. Buradan qışqırdı evlərinə. Nazilə. O şimdi Nazilə hay verdi oradan, qızıdır bunun. Bunlara su yat qoy gidən, ayaqların, yatların yusuna elə, çörə veri yesinlər, yer salından yıxsıb, yatsıb, dincəlsinlər biraz. Dincəlsinlər biraz. Çox şeylədi, arvad dedi yox, buraxmayacağım. Getdik, çatdıq. Ora, bacım olsun. Bir 18 yaşıyadı olar. Budur. Gördü su yat gətirdi ləyəndə yatda. Bu ləyəni qoydu yerə, istədi bizim corağımızı çıxardı. Biz imkan vermədik. Yəni çıxardı, bir özü yumaq istəyirdi. Beləncə qoyma, yəni beləncə insanlar da olub. Yəni ki, nə deyim, orada qoymadıq bunu. Nəsə, özümüz ayağımızı, yadımızı yuyuduq, çörək gətdilər, qoydular. Yenə çörək yeyə bilmədik. Mədəmiz istəmirdi, küsmüşdü mədəmiz, belə bir şey. O şimdi dedi, yeriz oradadır, yeri sərilib otaqda. Orada yıxılıb yatarsınız. Girdik otağa, görü yerlər salınıb yerdən. Adam paltar yadda pis gündədir, ağ plastiklə yatdı, adam girib batırmaq da istəmir. Elə kənarda, döşəkdən kənarda bir yerdə oturdu. İndi başlayırız bunlarla bir məsləhətləşmək, eləmək, görə nə qaraq, nə eləyək beləncə. Nəsə qaldıq bir gün orada. Bir gün oradan, sonra gəldik, öz sastığımızı tapdıq. Tapdıq, Zaur var idi, generalımız, bizim Kamberik idi. O bizsin, deyim olar ki, valideyn idi, həqiqətən. Elə bir general olub o, Zaur Lənkəranlıdır. Onun dövründə çox yerləri alındı. Prosto ona alındığı yerləri, onu biraz hansı istiqamətə yönəltməklə həmin yerləri təzdən verilə getdi. Ora elə bir şey idi, yəni ki, biz hansısa bir yüksəliyə almaq üçün o qədər şəhid verirdik. Şəhid verirdik, bizi istirahət adı ilə ki, bizi dəyişirlər, siz belə döyüşdünüz, belədir, gəl, istirahət adı ilə gətirdilər bizi kənara ki, gör bizi kimsə əvəz eləyəcək. Bizi alladıb gətirdilər aşağı, ermənilər bir dənə güllə atmadan gəlib yenə də oturdular orada. Təzədən bizi hücum elətdirirlər ki, ora beləndə. Bizimki ancaq məqsəd ordunu qırıb, qutarıb, zəiflətmək idi. Məsələn, belə bir şey. Adam dərk edən adam belə şeyləri görür orada, adam belə tər olur. O şimdi nəysə, gəldik silahlar tərəfi, o şimdi bizə Uvalini verdilər. Gəldik. Amma paltaramızı yadımız dəyişmədik, elə də gəldik. Gəldik nəysə, Gəncəyə. Avtobusla gəldik Gəncəyə. Gəldik Gəncədə, pılımız yadımızda yox. Axşamüstüdə bir dənə ekarısı var, Bakıya çıxır. Mənim də bir qohumum var. Bakıda olur. Səlməz qadımda elə Kamberik idi. Dedim da bu vəziyyətdə evə getmək, gərək onu görək, bizə bir əyin başı versin ki, bir rahat valideynimiz yadımız bugün də. Üzr istəyirəm, atam da elə bir, mən əskəriyə gedənə 2 ay qalmış, rəhmətə gedib. 2 aydır Allah rəhmət etsin. Beləncə atam da yoxdur. O niyyətlə gəlin Bakıya, Bakıda beləncə əyin başımızı rahat düzəldək, gedək evə. Minlik ekarusa, o ekarus da dolubdu, ayaq üstə durmuşuq. Şofer gəldi, yaşlı bir kişiydi. Dedi, o şimdi pullar verin. Dedi ya, biz Qarabağdan beləncə çıxıb gəldik, beləncək. Dedi, onda gedin bilet alın.
Dedi ya bizə yeriyat lazımdır. Biz yerdə otururuq, ayaq üstə gedirik. Yəni ki bizim boş yer, yəni o cür dağın daşın suyun içində yatan biz sizin bura maşının polunda oturmaq üzrə bizim yorğan döşək demə bir şeydir. Oşun cəmaət da bunun bu hərəkətini izləyir avtobusda olanlar. Avtobusda olan insanlar düşdü bu şoferin canına. O şimdi o şoförü abırdan çıxartdılar elədilər. Şoför razılığa gəldi. Biz razılığa gəlmədik. Biz razılığa gəlmədik, düşdük. Cavan uşaqlar yatdılar orada. Hamısı bizə dəstək oldular. Yolağı göstərdilər ki, dəmir yoluna gətirdi. Dəmir vağzalına gətirdilər. Oradan mindirdilər poyza. Gəldik Hacıqabula. Poyzla gəldik Hacıqabula. Düşdük gecə Hacıqabulda. Oradan piyada Əlbayramlıya. Əlbayramdan da piyada gəldik Səlyana. Biz düzənli adiləşib, yəni ki, yol getməyə gəldim beləncə. Gəldik Səlyanda, Lənkəran avtobusuna mindik, gəldik. Gəldim ev, oşun nəsə çatdım. Uşaqlara demişim ki, biz indi bizə gedirik. Bizdən sonra hara lazımsa evlərimizə yəni aparır. Qardaşım maşını var. Gəldik, çatdıq evə. Yox, avtobusla düşdük. Düşəndə bir sinif yoldaşım rast gəldi. Düşdük, deyirlər, bəs siz deyirlər, iki gün düşübsünüz, nə var sizin beləncə? Deyirəm, mən nə bilim. Aslında buradan xəbərim yoxdur axı. Mənim əmmim oğlu da məndən olurdu orada. Tahir var idi. Kontuj olub, gəlib. Qoşun, gəldim, çatdım evə, qapıdan girdim. İçim çıxır. Ağlamıram da, belə içim çıxır, çıxmıram. Yəni ki, mən həqiqətən gəldim, evə çıxdım mən, beləncə çıxıram. Qoşun, bütün hər şeydə anam yat gəldi, dayı. Nəysə, bizlər girdik evə, görüşdük, elədik. İndi mehman da yaralı, mehmanı da yaralı görürlər beləncə. Çox pis olurlar. Nəysə, biz də orada olanda, demirəm, atam rəhmətə gedib. Bizim Heydər əmim var. Atamdan sonra ağsaqqal olub bizə. Onlar bir də İkram müəllim. Oğlu da Rüfət bizlə idi Laçında. O da şəhid oldu. Biləsuvarımızın ilk şəhididir. Məsələn, Bəydili məktəbi onun adınadır. Bunlar Heydər əmim, İkram müəllim, bir də Mehmanın atası bir dəfə sənət alıblar, gediblər. Ona görə bunlar onunla biliblər ki, demirəm, o Heydər əmin oğlu Tahir də məndən idi. O gəlib evə, gəlib soruşdu ki, Zahidgil yoxdur. Deyib, Zahidgil orada 12 gündür yoxdular. Bunlar başladı ondan sonra bizi axtarmağa. Bir dəfə gediblər, tapa bilməyiblər. Gəliblər anama yalandan deyiblər ki, getdi, hə, özün görə bilmədi. Orada bir sallah vardı, ondan soruşdu. Dedi, hə, uzun oğlan belənənlə. Orada stansiyasında yaralı sarıyır beləcə. Anamı biraz şey edib, təsəlli kimi. Gəldiyimiz günü də bunlar voyinkomatdadılar. Əmimlə o mehmanın atası voyinkomatdadılar. Ki, gep sənət alsınlar, sabah yenə dalım üstə çıxsınlar beləcə. Tez qardaşım getdi, voyinkomatdan götürdü, gəldi ki, onlara. Yəni, gəlirlər, çıxdılar beləcə. O şimdi nəysə, bunlara ayrıldıq. Hərə öz evinə getdik. Mən də Müslümgünün evlərinə də getdik, qardaşımla apardıq, təhvil verdik. Nəysə, gəldik. İndi axşamdır. İndi anam mənə söhbət edir. Deyir, biz evə gəlib çıxmamışdan bir gün qabaq gecə. Deyir, gecə idi. Gördüm, yata bilmirəm. Pəncərə nasıl əlin qaldırıb göyə. O şimdi o qədər dualar, yadlar eləyib. Biz həm gün səhərsi gəldi, çıxdıq evə. İndi anamla söhbət eləyirik. Anam söhbət eləyir. Yatdım yuxuda gördüm ki, siz filan dağın, qayanın altında uzanıbsınız. Nəm 3 nəfər, nəm 4 nəfər, belənci. Nə olub, nə başımıza gəlib. Bir dənə bu danışdım. İnanırsan, o ana ürəyi tamam başqa. Nəm o qədər o daxilən bağlanıb bizə ki. Üst-üstə düşürdə sizin o mühasirədə olduğunuz yerdə və ananın dediyi yuxuda. Hamısı üst-üstə düşdü. İnanırsan, hələ bir bizdən bir yerdə olub o insan. O cür danışırdı. Yəni yaralıdır, yaralı salmışdı, qucaqlayıb, bilməm nə var. Hamısını bir dənə danışdı. Bəzi epizodlar var, həyəcandan adamın yadından çıxır. Məsələn, orada mehmanla Həbib yaralı olanda biz demək olar ki, bizim üstümüz quru olmadı. Heç vaxt quru olmadı. Paltar əynimizdə də tam quruya bilmədi. O qədər suyun içində yanında.
bir dənə onu şey etdi, qayanın altında hər yer qardı sudur. Qaya tapıb altına girmək ki, bizi oradan şey tutmasın. Şehiyadı tutmasın. Bizim bir dənə rahat yerimiz oldu. Daşın ortasında mehmanla hərbi salırdıq ortaya yaralıları. Buşlatlarımızı çıxardıb atırdıq bunların üstünə. Müslüm sağlarında, mən soluna məsələn beləndə qucaqlayırdıq, bir-birimizin istisinə qızışırdıq beləncə ki, bunlar beləncə. Neçə gün sonra hərbi hissəyə qayıtdınız? Biz gəldim, bir müddət sonra biz həmin hərbi hissəyə qayıtmadıq. Bir müddət özümə də gələ bilmədim. Əllərim yadlarımda çirkliyirdi, eləyirdi, çürüyürdü. O qədər qara tikandan yadlar şey yapdı. Bir həftə kimi əlim sarıqlı qaldı, o ikisi də. Çirkliyirdi. Özümüzə gələnmirdik. Ondan sonra biz getdik, bizi yenə də buradan şey elədilər, çağırdılar. Getdik şeyə, Tərtərə 703 hərbi hissəyə, Marukşavana. Başladım orada, yenə də davam etdirdim. Sonra ateşkəs oldu. 95 idi, gəldim evə. Bax, həmin günləri necə xatırlayırsan? Artıq sizin o mühasirədə olduğunuz ərazilər işğaldan azad oldu. İstərdimmi həmin ərazilər yeni? İstər, çox. Biz torpağa alınanda demək ki, mən gecə-gündüz o 44 gün ərzində yatmırdım. Ancaq xəbərlər yatdım. Gəncəni vuranda mən evdə eşitdim. Saat 4 idi, neçə idi, mən evdə eşitdim. Naxatı girdim ki, gördüm Fulya Türk canlı yayıma qoşulub. Yəni burada eşitdim, o dərəcədə izləyirdim ki, o səslər mənim qulağımda idi. Artıq çox adam bilmir, bir görməyib ildırım səsinə oxşada bilər, həmin səsdə, amma yox. Və onları mən burada şey deyirdim.